Əlqismət müəllim, direktor olduğunuz illərdə bəzi aktyorların şəxsi problemlərini həll etməkdə yardımcı olmusunuz deyirlər. O xatirələrdən bir-ikisini bizimlə bölüşə bilərsiniz? Mən bu barədə heç danışmaq istəməzdim. O deyir, balığı at dəryaya. Balıq bilməsə də xaliq bilər. Və bir də belə bir şeydə, fərqi yoxdur, teatrda çalışırsan, başqa yerdə çalışırsan, sən rəhbərsən. Səni rəhbər kimi təyin ediblər. Təkcə kresloda gedib oturmaq üçün getmirsən ki. Demək orada sənin rəhbərliyinlə çalışan hər bir insanın halına yanmalısan. Xəstədirsə, sən rəhbərsən, sənin dairən daha genişdir. Sən daha yaxşı onun problemini həll edə bilərsən. Mən belə öyrənmişəm. Mən bayaq dediyiniz kimi, mənim atam uzun illər vəzifələrdə işləyib. Mən gözümü açandan bunu görmüşəm. Həmişə qapımızda elə insanlar olub ki, problemləri ilə gəliblər. İşdə yetişməyiblərsə də evə ayaq açıblar, gəliblər problemləri ilə. Və atam da həmişə onu həll etməyə çalışıb. Və düşünürəm ki, rəhbər məhz bu funksiyaları yerinə yetirməlidir. Amma indi durum deyim ki, mən filan kəs üçün filan şeylədim, filan kəsi. Bu mənə aid olan bir şey deyil və yaraşan bir şey deyil. Bu günləri salyanda mənim bizim evimiz yerləşən küçə atamın adını daşıyır. Hümmət Lalayev küçəsidir. Və təsadüfi deyil ki, insanlar həmişə ona özdə Hümmət Lələ deyirdilər ona. Bütün məhəllə də, bütün rayon da belə deyirdi. Nəyə görə? Ona görə ki, o həmişə hər kəsə yardım eləməyə çalışıb. Həmişə hər kəsin əlindən tutmağa çalışıb. Və mən bu tərbiyəni almışam.